Amerika Birləşmiş Ştatları və İsrailin İrana geniş miqyaslı intervensiyası regional məsələlərdə çox ciddi problemləri formalaşdırmışdır və İran tərəfinin həm də bölgədəki Amerika Birləşmiş Ştatlarının hərbi bazalarına hücumları, o cümlədən İsrail dövlətinə raket və dron hücumları həm də problemin nə qədər geniş miqyaslı və geniş laylardan ibarət olduğunu da ifadə eləyir. Eyni zamanda Amerika Birləşmiş Ştatlarının bu regional proseslərdə öz maraqları vardır. Xüsusilə Donald Trump'ın İsrail ilə birlikdə sövdələşməyə gedərək qarşıdan gələn seçkilər kontekstində qələbə qazanaraq Venezuela zəfərindən sonra həm də İran zəfərini formalaşdırmaq niyyətləri vardır. Lakin gözlənilən ildırım sürətli qələbə planı baş tutmadı və İranın ali dini liderinin, eləcə də bir sıra yüksək vəzifəli hərbi şəxslərin qətlə yetirilməsi də İranda dövlət çevrilişini, rejim dəyişikliklərini, dövlətçiliyin sarsılmasını və xalqın hakimiyyətə qarşı qalxmasını formalaşdırmadı. Bu da onu göstərir ki, İran İslam Respublikasında ötən 40 il ərzində həyata keçirilən təbliğat, İslam fundamentalizminin burada geniş təbliği, teokratik rejimin geniş yayılması prosesi öz nəticəsini verməkdədir və ali dini liderin də həlak olmasından sonra qeyri-müəyyən bir vəziyyət sonda həm də onun oğlunun, Müştəbanın ali dini lider elan edilməsi ilə də nəticələndi. Bu da onu göstərir ki, əslində daxildə Sepahın və eləcə də güclü dini düşüncəyə malik olan şəxslərin təsiri böyükdür və eləcə də faktiki olaraq ordu dövləti idarə eləyir və bu dini çalarlarla da daha da möhkəmləndirilir ki, ideoloji bir müstəvi formalaşdırsın. Ona görə də düşünürəm ki, Amerika Birləşmiş Ştatlarının bu vəziyyətdən öz xeyrinə nə cür istifadə edəcəyi ssenarisi formalaşdırılacaq. Burada müxtəlif elementləri müharibəyə daxil etmək, məsələn, kürdlərdən istifadə etmək və digər bölgə etnik palitrasının regional münasibətlərə təsirini həyata keçirmək planları ola bilər. Amma faktiki reallıq bundan ibarətdir ki, bu zərbələr əks hücumla, əks zərbələrlə regional məsələlərin daha da qəlizləşməsi ilə və İran hakim elitasının sarsılmaması ilə hazırki reallıqlarda davam eləyir. Amma bir reallıq da vardır ki, müharibə ciddi surətdə karbohidrogen ehtiyatlara, enerji bazarına, qiymətlərin dalğalanmasına və Fars körfəzində böhranın dünya enerji qiymətlərinə və bazarına təsirini də ifadə eləyir və bu da Avropa İttifaqı üçün, Amerika Birləşmiş Ştatları üçün digər bir problemi formalaşdırır ki, artıq enerji daşıyıcılarına olan qiymət artır və bu əlbəttə ki, böyük itkilər yaratmaqdadır. Və eyni zamanda həm də Rusiya-Ukrayna müharibəsində davam eləməsi, müəyyən mənada Rusiya və Çinin İrana dəstəkləməsi, bu da çox ekspertlərin də qeyd etdiyi kimi 3-cü Dünya müharibəsi ehtimallarını və yaxud onun gedişinin daha da genişlənməsini formalaşdırır və kifayət qədər mürəkkəb bir mənzərə yaranır.